Əgər sən birinə pislik edirsənsə və həmin insan hər gün çiçək açır, daha da irəli gedir. Bu deməkdir ki, birinci səbəbi, o insan sənin etdiyin pisliyinin fərqində deyil. İkincisi, sənə etdiyi fərqində olsa da pisliyi geri göndərmir. Onun Allahın ilahi gücünə və enerjinin ədalətinə buraxıb. Sən o etdiyin pisliyin geri dönüşünü alırsan, məsəl üçün, uşağından, evindən, ailəndən, xəstəliyindən, baş verən katastrofik vəziyyətlərdən və bu sənə xəbərdarlıqdır ki, bunu etmə, dayandır. Hər dəfə daha da çox etdikcə ondan da daha da xəbərdarlıq yüksək alırsan, itkilərin daha çoxdur. Və sən bunu dayandırmırsansa, hər dəfə etdiyin pislik həmin insana açar verir ki, növbəti qapını açsın. Və sən bunu dayandırmayana kimi o insana nə qədər pislik etsən də o açarının daha da böyüyünü tapacaq. Daha böyük açarlarla daha böyük yerlərə gedəcək. Bunu unutmayın. İnsanın transformasiyası, depressiyası, onun qapanması, özünə qapanması, insanlardan, ünsiyyətdən uzaqlaşdırılması və depressiyadan çıxmaq, transformasiyada və dərsini alıb çıxmaq daha əvvəlki insan etmir bu insanı. Ona görə açar odur ki, insan düşdüyü depressiyadan çıxdığı halda, psixoloqun köməyi olsa da, olmasa da, dərin depressiyalarda bəzən bunu tək çıxmaq mümkün olmur. Çıxanda artıq sən əvvəlki insan olmadığına görə sənin başqa bir açarın var, başqa bir yeni bir qapı açmaq üçün. Ona görə nə qədər pislik edərsinizsə, o qədər geri dönüş xəbərdarlığı olduğunu, işarələri almağı unutmayın. Bu videonun daha geniş forması səhifədə var. Təşəkkür edirəm.